Vəhabilərin hal-hazırda baş müftisi olmuş Salih Fovzan, hansı ki, bütün dünyada, həmçinin ölkəmizdə olan vəhabilər, özlərinə sələfi deyənlər, onların hər birisinin baş müftisi Salih Fovzandır. Bu şəxsə sual verirlər ki, Peyğəmbər ki, sallallahu aleyhi və aleyh buyurur ki, günahdan, pis işdən xəbərsiz olan, murdar işlərdən xəbərsiz olan, əxlaqsızlıqdan xəbərsiz olan mömin qadınları qəzf etmək olmaz. Qəzf yəni onlara töhmət vurmaq, namussuzluqda ittiham etmək, zinakarsan və bu kimi şeylər demək, namuslarını ləkələmək. Bu ki olmaz. Bəs yaxşı, kafirat necə? Kafir qadınlara töhmət vurmaq, kafir qadın da amma namuslu qadındır, iffətli qadındır. Onları namussuzluqda ittiham etmək, zinakarlıq töhməti vurmaq caizdir yoxsa yox? Deyir, İzə dəət iləyhil həcətu fələ bəsə. Deyir, əgər onları qəsb etmək, namuslarını ləkələmək, töhmət, ittiham vurmaq, zinakarlıq ittiham etmək, ehtiyac qabağa gəlsə, ehtiyac səni buna vadar eləsə, deyir ki, problemi yoxdur, müşkül yoxdur. Yəni, başqa təbirlə desək, ehtiyac ortaya çıxıbsa, sən onu namusunu ləkələ, burada heç bir problem yoxdur. Niyə? Nə var, kafirdir. Sallallahu aleyhi və səlləm قذف المحصنات الغافلات المؤمنات، هل معنى ذلك أن قذف الكافرات جائز؟ إذا دعت إليه حاجة لا بأس، نعم. أما ما دعت إليه حاجة فلا يجوز. ما يكون المسلم تعود الأشياء هذه، نعم.